Değerli Dərələr qəzetinin izləyiciləri, oxucuları, değerli Dərələr TV'nin izləyiciləri, bugün Rabuf Kamal'la, Elbəy Qəmbərovla, Vəli qardaşımızla gəlmişik. Məqsədimiz Əlincə qalasına çıxmaqdır. Əlincə qalasını çəkib sizlərə göstərməkdir. Bax, müəllim, özünüz necə hiss edirsiniz burada, bu qalanın ətəyində? Çok güzel, güzel təbiəti var, güzel havası var. Her saat 6'da biz gelmişik buraya. Yanaklıdır, bakabiliriz. İnşallah kalkarıq mühitmenliyim. Əlincə qalasının adını eşitmişdik, özümüz gelmemiştik. Yani bize de nasip oldu böyle bir tarihi bir ziyaret eləməyə. Bizi bu Əlincə qalasına gətirən qardaşımız, Vəli qardaşımız. Hələlik, siz buradasınız da? Buradayım. Var iki cahan, ben bu cahana sığmazam. Gövher-i lamekan benim, kül mekana sığmazam. Erş ile ferş kafirun, müddet bulundu cümleçün. Kes sözü. Deməli dostlar, biz o zirvəyə qalxacağıq. Yolumuz oradandır. İlandağdır. Qardaşlarım gəlir. Kəhliklərin səsi adamı valeh eləyir. Adamı gözəllik seyr elədikcə deyilənə görə qarşımıza ola bilsin ki, dağ keçisi də çıxa bilər. Səhər-səhərdir. Saat 6'da yol başlamışıq. Kəhliyin səsini bilmirəm, eşidirsiniz yoxsa yox. Sen onu birazdan denedin. Birazdan gibi sorunlar, kaçı Sen bana yapamadın. Ağımız bulmadı. Güzelliğe bak. Havaya bak. Havanın Güzel düzeldir. Subhanallah. emeği olan herkese teşekkür etmek lazım. Demək olar ki, hələ yolu yarıb eləməmişik, bax. Dostlar, bax. Buralar qalanın da divarları görünür. Əlincə qalasının, daha doğrusu Əlincə qalasına gedən yolun kənarlarını bax bu cür daşlarla düzüblər ki, axıntı olmasın. Çok güzeldi. Çok möhtəşəmdir. Əlincə qalası bax qardaşlar. Çok yüksəkdədir. Buradan baxanda her yer qala ayağının altında. Baxın. Bu gözəlliyi bir daha seyr edin. Rabuf müəllimlə Elbəy müəllim arxadan asta-asta söhbət eləyə gəlirlər. Təəssüratlarını bölüşürlər. Bura işıq da çəkiblər. Bu gözəlliyə baxın. Bu möhtəşəm qalanın. O daş da oradan tökülməz başımıza. Ha bax. Hə dostlar, zirvəyə yaxınlaşırıq. Bəlkə də yarı eləmişik yolu.
Elbəy müəllimlə Rəuf müəllim gəlir asta-asta. 1500-dən çox pilləkən var. Daha baxın. Həqiqətən yoruldum. Yalandan deyim ki, yorulmadım. Bir tane de 700 ara. Əlincə qala. 1-ci 6-cı əsrlərə aid dünya əhəmiyyətli abidə. Baxın bu əzəmətli bir dağa baxın. Bizi gətirən maşın harda qalır? Qalanın giriş qapısıdır burası. Buradan belə qalanın mənə elə gəlir ki, içi sayılır. Bu daşları bura necə qaldırıblar? Çox gözəldir buranı. Kim bu cür ərsəyə gətirirsə, həqiqətən halal olsun. Ora getməliyik. Az qalır tamamilə. Raqufla Elbəy artıq yorulublar. Yorulduqlarını da etiraf edirlər. Elbəy boynuna almır, amma Raquf müəllim deyir, qalxa bilmirəm. Bu daşları bura necə qaldırıblar? Nə ilə qaldırıblar? Azalmışam. Çıxmağa. $1500'dən çox pilləkən var deyilənə görə. Demək olar ki, lap az qalıbdır. Olduqca az qalıb məsafə. 60 illiyimi, deməli 60 yaşımda buranı görmək mənə nəsib olub. Bu günlərə şükürlər olsun. Bu günləri mənə yaşadanlara sonsuz təşəkkürümü bildirirəm. Əməyi olan hər kəs var olsun. Doğrudan başım fırlanır. Bəlkə təzyiqim düşür, qalxır. Deyə bilmərəm, amma nəsə hiss edirəm ki, özümdə nəsə çatmır. Qala divarları maraqlıdır.
İkinci qala divarı. Bu boyda yolu biz piyada qət eləmişik. 1500'den çox pilləkən. Hələ ora kimi getməliyəm. Burada biraz oturum, dincəlim. Çox yoruldum. Başım fırlanır. Hemen aşağıdan laf başındayım. Demək olar ki, qalanın hər yerində işıqlandırma sistemləri quraşdırıblar. Dostlar, mən sizə dağ keçilərini göstərirəm. Dağın başında görürsünüz. Dağ keçiləri sürüylə. Görürsünüz mü? Bakın. Bakın. Görürsünüz. Bakın. Bu güzelliğe bakın. Bakın. Bu güzelliği görmek mənə nəsib oldu. Çok şükürler olsun. Bakın. 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 Keçilere bakın. Muhteşem. Bu qalanın qalıqlarıdır. Əsas yaşayış yeri burasıdır. Qalanın qalıqlarıdır. Baxın. Buradan böyle bir güzel görüntü, manzara var. Bakın. Bakın. Güzelliği görün. Nazlana gelirler. Demək olar ki, tam yorulublar. Dostlar, baxın, qayanı çapıb buradan pilləkən düzəldiblər. Bu qayalar çapılaraq pilləkən düzəldiblər. Demək olar ki, Raquf müəllim yorulub, gəlmək istəmir. Elbəy müəllim onu dilə tutub gətirir. Elbəy müəllimin kefi kökdür. Hərdən bir Nəsimin şeirlərinin səsləndirir. Ona bir gözəl mənzərə açılır. Ben size bu güzellikleri göstereyim. Bakın. Bakın dostlar. Bu güzelliğe bakın. Bu muhteşem görüntünü görmek her adama nasip olmur. Bakın.
Burası ne güzeldi. Nece güzeldi. Bakın bakın bakın. Hay Allah, güzelliğe bak. Bu muhteşem güzelliği bize bəxş göre uca Tanrı'ya şükürler olsun. Buradan belə gözəl görüntüler var. Rəbi müəllim gəlmədi. Elbəy müəllim gəldi. Gözəlliğe bakın dostlar. Bu gözəlliyi sizə göstərməkdən zövq alıram. Dərələz TV olarak bəziləri gedir. Benim kanalım öz adına çıxıb deyir Mehdi müəllim. Məndən sonra açıb. Mən 5 yıl bundan qabaq Dərələz TV-ni yaratmışam. Ben möhtəşəm də görüntülər çəkirəm, paylaşıram. Bax bunlar deməli o vaxtı qalanın su anbarına su toplamaq üçündür. Bu kanallar. Su toplama yeri. Deməli o keçilər gəlib buradan su içirmiş. Bak keçiləri. Bakın. Bakın. Maşınımız oradadır. Gel Elbəy müəllim. Gel. Fəth elədik. O zirvələrdən bilirsiniz kanallar var. Suyu toplamaq üçündür. Bu günlere şükürler olsun. Geldik. Sizinle vidalaşırıq. Allah'a emanet olun. Dərələz TV olarak Naxçıvandan, Əlincə qalasından. Geri qayıdırıq geldiğimiz yolları dostlar. Bu güzel görüntüler var. Güzellikten ayrılmak olmur. Adam istəmir bu güzellikten ayrılsın, gelsin. Her birinizi arzulayıram ki, vaxtınız olarsa, Naxçıvana gələrsinizsə, Əlincə qalasıdır, Azab kəfti, Batabat yaylağıdır, Ordubadı gəzmək heç vaxt əldən verməyin.